İsrailin Qüdsün qərbində yerləşən Beyt Shemesh şəhərində güclü partlayış baş verib. Güclü partlayış dalğası təcili yardım xidmətlərinin əraziyə yaxınlaşmasına mane olur. Rəsmi versiyaya görə partlayış İran raketinin zərərsizləşdirilməsi zamanı baş verib. Yerli sakinlər bununla bağlı heç bir xəbərdarlıq almadıqlarını qeyd edib. Ukrayna dronları Stavropol diyarında yerləşən yanacaq doldurma məntəqəsini vurub. Zərbədən sonra güclü partlayış qeydə alınıb. İranın Ermənistandakı səfirliyi İsrail telekanallarından birinin efirində erməni bayrağı əvəzinə Azərbaycan bayrağının nümayiş etdirilməsi ilə bağlı insidentə özünə məxsus tərzdə reaksiya verib. Heç kim Ermənistan Respublikasının gözəl bayrağının əvəzinə başqa bayraq göstərə bilməz. Ermənistan tarixi sivilizasiyadır və İran hər zaman onu dəstəkləyib, deyə Ermənistana olan xüsusi münasibətini gizlətməyən diplomatik missiyadan qeyd edək ki, İsrailin Kan 11 kanalı Avroviziya 2006 mahnı müsabiqəsinin yarımfinalında İsrailin Ermənistanı Azərbaycan bayrağı ilə təqdim etmişdi. Amerika və İsrail İrana intensiv zərbələri bərpa etmək üçün ən üst səviyyədə hazırlıq görür. Bu barədə New York Times məlumat yayıb. İddia olunur ki, əgər hərbi əməliyyatlar yenidən başlasa, İran hərbi infrastrukturu daha şiddətli bombardımanla üzləşə bilər. Digər bir variantı isə yeraltı nüvə materiallarının axtarışı üçün əraziyə xüsusi təyinatlı qüvvələrin göndərilməsi nəzərdə tutulur. Baş nazir Nikol Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün hər hansı qarant institutuna ehtiyac görmür. Paşinyan qeyd edib ki, bu məsələdə artıq eyni səhvləri təkrarlamaq niyyətində deyil. Son nəticədə biz özümüzdən başqalarına qarşı istifadə edilməsinə yol verməməliyik. Eyni zamanda sonradan kənara atılmağımıza səbəb olan qüsurlu dairəni qırmalıyıq. Nikol Paşinyan bunun mühüm tarixi və siyasi dəyişiklik olduğunu qeyd edib. Amerika administrasiyasında İranla bağlı növbəti addımın necə olacağına dair müxtəlif variantlar səsləndirilir. Bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatına görə administrasiya daxilində İranla bağlı gələcək siyasət barədə fikir ayrılıqları mövcuddur. Müzakirələrdən xəbərdar olan şəxslərin sözlərinə görə administrasiyada nə edilməli olduğuna dair müxtəlif baxışlar var. Bəziləri məhdud zərbələrin tərəfdarıdır və ümid edirlər ki, bu İranı kompromisə məcbur edəcək. Digərləri isə diplomatik xəttin davam etdirilməsini istəyir. Məlumata əsasən, Amerika prezidenti Donald Trump son həftələr diplomatik vasitələrə üstünlük verib. O hesab edib ki, birbaşa danışıqlar və iqtisadi təzyiqlər İranı razılaşma bağlamağa məcbur qoya bilər. Lakin CNN qeyd edir ki, Hürmüz boğazının blokadasının davam etməsi və İran rəhbərliyindəki fikir ayrılıqları Trumpı qıcıqlandırır. Hakimiyyət çıxış yolu tapmağa çalışır, amma bu vəziyyət uzun müddət davam edə bilməz. Nəyin bahasına olursa olsun, onlar Hürmüz boğazını açmalıdırlar. Şimali Koreya, Yaxın Şərq münaqişəsi zamanı İranın ali lideri Əli Xameneyinin Amerikanın hücumu nəticəsində həlak olmasından sonra öz nüvə doktrinasına dəyişiklik edib. Koreya Xalq Demokratik Respublikası Konstitusiyasına müvafiq düzəlişlər ölkə parlamentinin martın 22-sində keçirilən iclasında qəbul olunub. Yeni qaydalara əsasən, xarici hücum nəticəsində Kim Çenin öldürüləcəyi və ya fəaliyyət qabiliyyətini itirəcəyi təqdirdə nüvə zərbəsi avtomatik və dərhal endirilməlidir. Yüzlərlə İsrailli Təl-Əvivin mərkəzində hökumət əleyhinə mitinqdə iştirak edib. Etiraz teatr meydanında baş tutub. Solçu tərəfdarlar baş nazir Benyamin Netanyahunun sağçı hökumətinin siyasətinə etiraz etmək üçün orada toplaşıb. Etirazçılar erkən seçkilərin keçirilməsini və demokratik dəyərlərin qorunmasını tələb edib. Amerika Kuba inqilabının liderlərindən biri Raul Castro'nun saxlanılması üçün əməliyyatı nəzərdən keçirir. Bu barədə The New York Times məlumat yayıb. Məlumata görə 94 yaşlı Raul Castro'ya qarşı 1996-cı ildə Kuba hərbi hava qüvvələrinin Miami'də yerləşən təşkilatına məxsus 2 təyyarənin vurması ilə bağlı ittihamların irəli sürülməsi mümkündür.